Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Qasımov Qismət Yolçuoğlunun 25 oktyabr 2025-ci ildə Göyçay rayonu Şıxbək kəndində 5-ci ildönümü məzarı önündə qeyd olundu. Tədbirdə şəhid ailələri və şəhidin ailə üzvləri, din xadimi və icra nümayəndələri, kənd sakinləri, məktəb müəllimləri və şagirdləri ilə iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə şəhidimizin ruhuna dualar oxunub və bir dəqiqəlik böyük ehtiramla yad ediblər. İyyâke na'budu ve iyyâke nestaîn. Önce Azerbaycan'ın müstakilliği uğrunda, torpaqlarının azad olunması uğrunda ve suverenliğimiz uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Daha sonra şəhid ailələri şəhidimizin xatirələrindən bəhs etdilər və məktəb şagirdləri şeirlər səsləndirdilər. Artıq 5 ildir ki, bu qəhrəmanlar bizlə bir yerdə döyürlər. Həyatlarını bizlərə bəxş edib, qəhrəmanlıq nümunəsi olaraq bizlər üçün canlarından keçdilər. Mən Qisməti qismən tanımışam, yəni o qədər yaxınlığım olmayıb. Amma bu 5 il ərzində Zümrüd bacı ilə, onların ailəsi ilə yaxın təmasda olduqdan sonra artıq bizə məlum oldu ki, Qismət nə cür övlad ola bilər. Çünki onun anası çox nümunəvi, çox əxlaqlı, çox abıdı bir qadın. Şəxsən mən bu cür görürəm. İnanıram ki, hər kəs belə görür. Və bizim ağbirçəyimizdə emin olar ki, ən gəlirəm. Zümrüd bacının yanında o qədər də sızlamaq, o qədər də hak vermək. Edib Kəbəni, Məkkəni ziyarət edirlər. Allah hamının ziyarətini qəbul edir. Ancaq bizim Məkkəmiz, Mədinəmiz bu şəhidlərin yatdığı, uyuduğu torpaq. Şəhid kimdir? Şəhid bütün bir ölkənin yarım qalmış ömürləridir, arzularıdır. Deyirik, atalar dözür, valla atalar da dözə bilmir. Belə bir misal var ki, kişilər ağlamaz, işdir ağlasa, hamını ağladar, ağlayandadır. Yəni bu şəhid övladlar analarla bərabər ataların da ürəyinə çox ağır yara vurdu, torpaq bütövləşdi. Ancaq nə qədər yarımçıq ömürlər qaldı. Biz oğul böyüdürük, arxa olsun bizə, dayaq olsun bizə, əlimizdən tutsun. Zümrüd ana, siz də bizim kimi tək oğul övladı böyütdünüz, yoldaşınız yanınızda deyil, haqq dünyasına qovuşub, Allah rəhmət eləsin. Yəni haradasa bizə evdə kimsə təsəlli verən, nəsə bir-birimizin gözün yaşını silməyə haradasa bir ümid yeri var. Bu müharibədə sizin üçün daha ağır oldu. Əzizinizi, övladınızı itirdiniz, qardaşının balasını itirdiniz. Ancaq yenə də haradasa biz möhkəm dayanmağı bacarmalıyıq. Çünki bu övladlar bizə elə bir yol açdı ki, əvvəl bizi heç kəs tanımırdı. Hər hansı bir yerə ayaq açanda kimlərəsə ağız açmalı olurduq. İndi bizə böyük bir hörmət, qayğı, sevgi göstərilir. Haradasa bir təsəllidir bizə. Çünki oğlu bizə dayaq olmaq üçün böyütmüşdüksə, bu oğullar nəinki bizə bütün Azərbaycan xalqına dayaq oldular. Bütün bir Azərbaycan bu xalqa, bu millətə çətindir. Yaxşı danışırıq, gözəl sözlər deyirik, Allah səbri versin deyirik. Ancaq o qapıdan ki içəri girəndə oradakı tək qalırıq var. Orada övladın iyini duyməyəndə, o əlini onun saçını çəkə bilməyəndə, o ağrıları yaşamaq bizə qismət oldu, biz şəhid valideynlərimiz. Ona görə də bu çəkdiyimiz ağır yük də hamımızla bərabər sizə,
Sizin o xanımlığınıza bu 5 ildə həqiqətən çıxış eləyənlər, insanlar da qeyd elədi. Siz həqiqətən çox xanım xatun anasınız və sizə çox böyük hörmətim var. Allah babalarımızın məkanını cənnət eləsin, ruhlarını şad eləsin. Hazırda düşmən yenə də ayaqdadır. Hal-hazırda bizim sərhədlərimizi qoruyanlarımız var, hərbiçilərimiz var. Ən yüksək rütbədən tutmuş adi əskərə qədər hamısının üzərində Allahın nəzəri olsun, Allah onlara güc qüvvət versin. Dövlətimiz var olsun deyək. Yenə də axır sözümüz, Allah bizə bol-bol səbirlər versin deyək. Dayanmağı bacaraq ki, heç olmasa yaşadaq onları. Çünki ata, ana, bütün millət, bütün xalq şəhidlərimizi unutmayacaq. Ancaq yenə də ata, ananın yeri, doğmaların yeri tamam ayrıdır ki, bu günlərdə gəlib yad edirik və bu qədər insanlar bizim yanımızdadır. Hər birinə ayrı-ayrı təşəkkür edirəm bu gələn insanların. Çünki bu aylar çox ağır aylardır. Hamının özünə yetir bir işi var, gücü var. Ancaq onlar hər şeyi aşaraq bizim yanımızdadılar. Bizə dayaq söz Hər birinizə çox sağ olun. Digər içində gördüyünüzə görə. Allah sizləri var eləsin. Xalqımızı Allah var eləsin. Bizə də bol-bol səbirlər versin. Dayanmağa güc qüvvət versin. Həm də burada sakitlər var. Mən laf belə deyək, həm yaşlı, həm də tanımayanlar var burada. Müəllim kimi onun haqqında olan təsəvvürlər. Bizdən bərqərar olandan sabitine qədər Azərbaycanın müstəqilliyi, azadlığı, inkişafı, mövcudluğunda qanundan keçmiş bütün şəhidlərimizi Allahdan rəhmət edir. Şəhidlər bizim ant yerimizdir. Şəhid məzarlıqları ən müqəddəs yerlərdir. Bugün Qismət Balamızın hanım günüdür. Tək bugün yox, bütün şəhidlərimizin hanım günü bizim yaşadığımız bütün ömrümüz boyu hər gün onların hanım. Bütün şəhidlərimizin ruhu şad olsun, məkanları cənnət olsun, nur içində yatsınlar. Allah şəhidlərimizin ailələrinə, yaxınlarına bol-bol səbirlər versin. Bütün Azərbaycanımızı Allah həmişə var eləsin. Bütün ordumuzu qorusun, dövlətimizi qorusun. Bir daha Azərbaycana Allah müharibə göstərməsin. Allah bir daha rəhmət eləsin. Qonşu rayonda Uzarda da şəhid tədbirimiz var idi. Buradan bizim şəhid ataları da iştirak edirdi. Nurzadə Eşən atası, Əlisə kişi də oradaydı. Ərəslan kişi də Nurun atası. Və bir neçə şəhid valideynlər oradaydı. Bizdə olan bu nizam-intizam inandırım hesabda yox. Bu birlik hesabda yox. Düzdür, həmən izdiham var. İnsan kütləvi şəkildə gəlir. Amma bu olan, bu gözəllik hesabda yox. Bu bizim, yenə deyirəm, sizlərin birliyidir, sizlərin böyle deyək də, bir araya toplanmağınızın nəticəsidir ki, bu günlərin biz qəhrəman şəhidlərimizi ehtiramdan anırıq. Çünki orada ağız deyəni qulaq eşitmirdi. Biz də bir şəhid haqqında biz yarım saat, bir saat sonra toplaşırıq ki, şəhidimizi ehtiramla anaq. Arxadan gələn səslər imkan vermir ki, qarşıda o şəhid haqqında, şəhidin döyüş yoldaşı nə danışdığını insanlar eşitsin. Amma bu olan bizdə izdiham həqiqətən, bu istifadəyə çox gözəl. Qaldı ki, Qasımov qismətin haqqında saatlarla, günlərlə danışsaq bitəndir. Çünki qismət bildiyiniz kimi həqiqi xidmətini bu təyinatlarda əskər kimi, sonra manga komandiri kimi, çavuş kimi xidmət edərək başa vurmuşdur. Belə deyək də, o elə bir ailədə tərbiyə almışdı ki, yəni göz önündədir, deyir o görünən kəndə nə bələddir. Zümrüt ana bizim hamımızın anamızdır, hamımızın ağbirçəyidir. Həqiqətən Hüseyin kişi qeyd elədi. Az müddət deyil, 5 ildə artıq biz bir aradayıq. 5 ildə hər kəsin xasiyyətini və onun özəlliklərini daha yaxşı bilir. Zümrüt ana, Allah sizə səbir versin. Amma siz həmişə qüruru dayanır. Elə də dayanır. Hüsam olun. Sözlərlə yazıldı. Nə qədər ki, bizim millət yaşayır, qəhrəman şəhidlərimiz unudulmayacaq. Ruhu şad olsun, haqqını bizə halal eləsin. Allah sizlərə səbir dözüm versin. Biz 2 gün bundan əvvəl, 2-3 gün olaraq babamın sosial şəbəkədə reportajı çıxdı. 3 jurnalist gəlib
Qarabağdan reportaj çəkildi. Çox acı-acıqlı, belə deyək, baxdıqca utanılası bir reportaj. Bizim əskərləri göstərirlər, necə döyüş yerlərindən qaçırlar, şəraitləri pis vəziyyətli idi. Hələ orada da bir ifadə işlədir ki, Azərbaycan öz torpaqlarına torpaq qatır. Ölkələrdən, dövlətlərdən imdad istəyir. Yəni, kim baxmaq istəsə, məndə var o, verərəm baxardı, çox acınacaqlı bir. Bu oğlanlar, yəni o süjetə baxdıqca şəhidləri daha belə, necə dərk eləmək olur. Bizim torpaq suverenliyimizə gedən döyüşlərdə şəhid olan uşaqlar. O uşaqlar bizim alnımıza atırlar. O uşaqlar bizim balalarımızın gələcəyi. Bugünkü gündə Hüseyin dayı da deyək dedi, biz oğlanların hesabına tutulur. Səbirlər versin deyirəm. Bütün analara səbir versin. Bütün atalara səbir versin. Yəni həqiqət baxımından həqiqətən çox ağır, çox çətin. Yəni can parçamızı vermişik bu vətən üçün. Amma əslində nələr qazandıq? Yəni başqalarının qazana bilməyəcəklərin qazandıq. Evlatlarımız inşallah ki cənnətin qazandı. Valideynlərin də inşallah irəlidə Allah nəsib eləsin, ona layiq olan öz cənnətinə götürəcək inşallah. Bir yarpaq Allahın iradəsi olmasa, yəni yerə düşməz. Bu bir həqiqətdir ki, bir gün yaranan bir gün gedir. Quran-ı Kərimdə mən sizə nəfəsinizin sayı qədər ömür verdim deyir. Bu nəfəsin sayı tamam olanda hansısa bir müsibətlə deyək, bir xəstəliklə deyək, buradan gedilir. Amma bu elə bir ölümdür ki deyək, ölümsüzlük var üstlərində. İnşallah Quran-ı Kərim işarət edir şəhidlərimizə, şəhidlər ölməyib, şəhidlər sağdır. Bizim ruzlərimizdə ruzənlər fəqət siz bilmərsiniz. Yəni həqiqətən insanoğlunun ona idraki çatmaz, ona qabiliyyəti çatmaz ki, onu dərk eləsin. Amma biz düzü də olsa, biz həyatımıza tətbiq elədik. Bütün şəhid valideynləri bunu etiraf eləyə bilir. Həqiqətən onların sağ olduğu bəsbəlli, hər kəs bilir bunu. Buna görə də Allahın bu lütfünə, bu ehsanına, deyir, nimətə şükür eləyərsənsə, nimət artar, şükür eləmərsənsə, nimət dağılar, yoxa çıxar. Bu nimətə ancaq şükür eləməyimiz lazımdır. Amma bizim imtihanımız belə gəldi, bu şəkildə gəldi. Həqiqətən çox böyük, bir ağır bir imtihandır, amma elə bir şərəfli bir qiymət, elə bir şərəfli bir qiymət qoydular, elə bir şərəfli bir qiymət qazandıq ki, heç nəylə əvəz eləmək mümkündür. Əslində, Tahirə müəllimənin sözündən sonra mən söz deməyim biraz həqiqətən çətin olur. Amma yenə deyirəm, bizə Allah səbirlər versin. Amin. Allah şəhidlərimizin məqamını uca eləsin. Şəhadətlərin qəbul eləsin. Peyğəmbərin əleyhissalatu vəssalama qonşu eləsin inşallah. Şəfayətlərinə bütün bu milləti inşallah nail eləsin. Tək şəhid valideynləri bütün bu milləti inşallah şəfayətlərinə bağışlanmaqlarına vəsilə olsun inşallah. Bizlər də şəhidlərimizə qonşu eləsin. Həm bu dünyada, həm ahirətdə inşallah qonşu eləsin. Bütün şəhid valideynlərə Allah səbr-i cəmil və ihsan eləsin. Hidayət nəsib eləsin. İnşallah ki, unutmayacağıq. Bir də unutturmayacağıq. Allah nəsib eləsin. İlərdə də inşallah cənnətdə görüşmək ümidi ilə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah səbirlərimizi versin inşallah. Çox sağ olun. Çox təşəkkür edirəm. Sağ olun. Düzəsən, ey şəhidim, bitməyən cümlələrin sonundakı bir ridasan, ey şəhidim, torpağın altında yatan, ölümsüz bir cansan sən, insanların dilindən düşməyən, igid qəhrəmansan sən. Sən ananın üzündəki əbədi göz yaşdan, bağrındakı yaşdan, gözlərinin dayasından, sağalmaz yarısdan, abi çitağının qürurlusan, başını diş tutmaq üçün, düşmənə od qoymaq üçün, yaşadığı fəxr edirsən, fərəhlisən, sən hər kəsin vətənsən, mənim də əzizimsən. Yuxudan sevinclə oyandı gözün aydın, əziz can anam. Ağ libaslı mələk bu gecə xəlvət, yuxuda elçilik edirdi mənə. Anası gülərək dedi, ay oğul, Məhəmmədə sarı dağ gəlməyəndə,
Məhəmməd dağa üst tutmalıdır bir. Sevgi də yuxuda oyanır səndə. Buna da çox şükür yetişdi zaman. Artıq evsizliyə gedə bilərəm. Halal bir südənmiş axtarıb tapsan, özümə məncəli edə bilərəm. Yox ana, necədir? Sən Allah bəsdir. Hələ ev tikirəm, bilirsən axı. Evsiz, eşiksizə evlənmək rəhsdir. Harda saxlayacam gələn qonağı? Ağla sığmayan cavablar bəzən ən şirin yuxunun içindən doğur. Şirin xəyallardan süzülüb dəndən insanın ömrünə şəfəq nur yağır. Təbillər, şeypurlar salındı bir gün. Zarcılar zar təşdi, səfərbərlikdir. Ana dediyimiz bir vətən üçün döyüş meydanında əllər gərəkdir. İsmət də halallıq alıb anadan könüllü olaraq savaşa getdi. Onsuz da hamıya qismət yazılır. Hamını qismətlə barışıq etdi. Şəhadət şərbəti gətirən mələk yuxuda gördüyü ağ üzlü idi. İsmət də son nəfəsdə gülümsəyərək ana, ana, ana şəhid oldum bağışla dedi. Dur şəhid anası, qəhrəman qadın. Tökmə gözlərinin qəmin yaşını. Şəhid anasıdır ucundan adım. Əl məqamətini diş tut başını. Sən oğul böyütdün bu vətən üçün. Qəhrəman bir oğul, bir vətənpərvər. Sən oğul böyütdün bu vətən üçün. Vətəni canından üstün bilənə. Vətəni, torpağı candan sevməyin. Ana südü ilə hıxmış qanla. Bu torpaq üstündə məğrur gəzməyi sən tutub əlindən öyrətdin ona. Sən başı dik dayan, düz bax dünyaya. Səni zirvə sansın, baxıb görənlər. Əyilsin, diz çöksün qarşında sənin. Vətən torpağında azad gəlin. Əvvəllər tanımadığım, indi adını eşidəcək. Hönkürtüyü də ağladığım doğmamsan. Mən səninlə fərəh duyan, duyğulanan, qürurlanan, uğrundan canından keçdiyim həmvətəndən. Sən ölkənin şərəfisən, anaların balasısan, balaların atasısan. Sən hər kəsin can parçası, vətən deyib içimizdə böyütdüyümüz sevgisən. Hər tərəfdə dalğalanan Cəbrayıla, Füzuliyə, Qubadlıya, Kəlbəcərə, şişəyə sancılan qanınla qırmızıya boyadın. Bayrağımın azadlıq rəmzsən, şəhidim. Əzbərəm bölünməz. İsmət Qasımovun bacısı uşaqlarda vətənpərvər şeirlər səsləndirdilər. Düşməm üstə yazıldı qismət. Getdiyim bu yolun dönüşü yoxmuş. Məzarım qəlbimdə qazıldı qismət. Hər yuxum yaman yerə yozuldu qismət. Həsrətin qəlbimi dağladı yaman. Mənimlə yer-göy dağladı yaman. Səni qara torpaq saxladı aman. Bağrımın başı çöl oldu qismət. Bu gözdə yerə yolda. Göz sağdadır, göz solda. Söylə hardasan harda. Qismətlər söz çözdürərdim səni. Dua eləyib Tanrıda. İstərəm yorulmadan. Razıyam lap uzaqdan. Qismətlər söz çözdürərdim səni. Gəlin bax bu ananı tək qoymayalım. Belə günlərdə, digər günlərdə həmişə ayaq olaq. Çünki bir oğul vermiş ana, Tahirə müəllimə elə danışdı ki, yəni insan olan kəs o sözlərin qarşısında mütləqdir ki, qulaq asmalıdır və kövrəlməlidir. Ona görə də heç kimə arzu eləmirəm ki, bunların yaşadığı hissləri bir daha kimsə yaşasın. Amma bunları başa düşmək, bunları anlamaq, bunlara qayğı göstərmək hər birimizin borcudur. Hər bir Azərbaycanlı və şəxsən tutmuş axırıncı şəxsinə gedir. Başınız sağ olsun. Mən də söz verirəm. İnanın bütün şəhid valideynləri bu fikirdədir. Nə qədər bu ömür payı bizə verilir ki, sizin qardaşınızdır, bizə güvənə bilərsiniz. Həmişə yanınızdayıq. Nə gücümüz çatar, o qədər də kömək edəcək inşallah. Allah səbir versin. Hər kəsi yəqin ki, Haddal kənd meçidinə dəvət edirik, orada ehsan süfrəsi. Mən bir söz də deyim, yəqin biz bu
süfrənin adını İhsan süfrəsi qoyulur. Amma oraya gedən hər kəs qismətin qonaqları. Bax bu şəhidlərin bir gün hesab eləyək ki, onları qonaq getmiş. Orada bir qutu istəyir çay içsin, istəyir yemək yedir. Halal hər kəsin xoş olsun. Bax bunu demək istəyirdim. Allah hamımızdan razı olsun. Çox sağ olun. Bunu inşallah. Ancaq Amin. ziyarətçilər şəhidin məzarı önündə xatirə şəkilləri çəkdiriblər və gül çələngləri düzübdülər. Onu da xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsinin şəhidi Qasımov Qismət Yolçuoğlu 5 mart 1993-cü ildə Göyçay rayonu Şıxbək Məlikkənd kəndində anadan olmuşdur. Ailədə 4 nəfər idilər. Atasını uşaq yaşlarında itirən Qismətgil 3 nəfərlik ailədə yaşayırdılar. Subay idi. 1999-cu ilin sentyabrında Göyçay rayonu Şıxbək kəndinin Telman İsmailov adına tam orta məktəbi bitirmişdir. 2011-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci ildə vətən borcunu ödəyərək orduna təxris olunaraq doğulub boya başa çatdığı kəndə dönür. Azərbaycan ordusunun əskəri olan Qismət Qasımov 2020-ci il avqust ayında könüllü hərbiyə yazılaraq sentyabrın 21-də təlimə çağırılır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan əraziləri azad edilməsi məqsədi ilə Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə döyüşüb, Qismət Qasımov 25 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Göyçay rayonu Şıxbək kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında Qasımov Qismət Yolçuoğlunun ölümündən sonra Suqovuşanın azad edilməsinə görə cəsur döyüşçü və vətən uğrunda medalları ilə təltif edilmişdir. Sonunda şəhid ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun şəhidim. Əməkdaşlarımız xüsusi müxbir İsmailov Zəkər Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, səsləndirdi Həmzəyevə Ramilə, Göyçay Şıxbək kəndi Azərbaycan internet televiziyası üçün yayımlanmışdır.